Hamınıza salam uşaqlar. Bugün sizlerle birlikte Lemanın pulu ilə aldığı bir qaşıqlı sifariş edirik. Hemen bir qaşıqdan 4 ürün falan düşür. 4-5 ürün düşür. İndi eləyək. Bir dənə belə yekə çiçək gəldi. Bu çiçəklər stikerlər təmsil edir. Baxın belə bir stiker. Mən bunun içərisindən ona kapibaralı stiker vermək istəyirəm və mən bunun 10'un verəcəm. Hər bir muncuq 10 dənə stiker təmsil edir. Bunun axırda mən onun qırıb verəcəm. Sonra bir dənə belə bir gül var. Bu isə dəftərçələrimi, mənim düzəltdiyim dəftərçələri təmsil eləyir. Bu dəftərçələrdən ona göy qurşağı dəftərçəsini vermək istəyirəm. Sonra bir dənə belə narıncı. Bu isə pozan təmsil eləyir. Bu 5 pozanlardan ona pəmbəni vermək istəyirəm. Sonra burada bir dənə sarı var. Böyük sarı. Bu isə barmaqlardan birini təmsil edir. Bu barmaqların arasında da mən ona bunu vermək istəyirəm. Bu barmağı vermək istəyirəm. Bir dənə isə belə böyük pəmbə. Bu isə broşkalar təmsil edir. Bu broşkalar arasında Hello Kitty broşkaların arasında mən ona bunu vermək istəyirəm. Baxın bunu. İndi uşaqlar, ürünlərimiz bunlar idi. İndi keçək bunların hamısını bir dənə kloka qoymağa. Uşaqlar, mən bunu cırdım gəldim. Bundan 10 dənə. Mən indi bunun içinə qoymaq istəyirəm onun hədiyyələrini. Başlayaq ilk öncə. O mənə ilk belə puldan qaşıq sifariş etdiyindən mən ona hədiyyələr də qoymaq istəyirəm. Belə kəpənəklər. Sonra ona belə bu qədər belə şarlar. Və belə stikerlər. Bundan da belə bu paçkasını kəstim uşaqlar, bunu qoyuram. İndi isə öz hədiyyələrini, bir dənə barmaq, bir dənə pozan, dəftərçə, broşka və bundan stikerdən. Belə oldu uşaqlar. Belə oldu. Bunu da içine kəpənəklərdən düşür. Belə oldu uşaqlar. Sağ olun.